Ümumən, İslam dini deyəndə başa düşülən nədir? Doğru, düzgün etiqad. Qəlblərin həyatıdır o etiqad. Çünki Allaha imanı özündə daşıyır, əks etdirir. Kitablarına imanı əks etdirir. Mələklərinə imanı daşıyır. Peyğəmbərlərinə imanı daşıyır. Axirət gününə imanı daşıyır özündə. Qədərə, xeyri ilə, şəri ilə imanı daşıyır özündə. İmam Əhməd nəql edir bizə Musnədində. Deyir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşdu ki, hansı İslam daha əfsəldir? Dedi ki, sallallahu aleyhi və səlləm, əl-iman, iman. Dedi ki, və məl-iman, nədir iman? Dedi ki, sallallahu aleyhi və səlləm, ən tu'minə billəh. Allaha iman edəsən, və mələikəti, mələklərinə iman edəsən, və kutubi, kitablarına iman edəsən, və rusulihi, elçilərinə iman edəsən, vəl-bə'th bə'dəl-məvud, və ölümdən sonra dirilməyə iman edəsən.